Salam əzizlər, hər vaxtınız xeyir olsun inşallah. Bugünkü mövzumuz əqidəvi şübhələrə cavablar haqqında olacaq. Son zamanlar ki, bu sosial şəbəkələrdə ateistlər fəallaşıblar və iddia edirlər ki, Allah yoxdur. Mən özümə borc bildim ki, bunlara cavab verəm. Düzdür, əqaid mövzusunu bitirməmişəm, ancaq mən gərəkli bildim ki, bu mövzu haqqında danışam. Çalışacağım ki, qısa şəkildə cavab verim və sizləri də çox yormayım. Ateistlər ki, iddia edirlər Allah yoxdur. Biz də iddia edirik ki, Allah var. Biz də inanırıq ki, Allah var. Deyir, yaxşı, əgər varsa sübut elə. Bir insan əgər istəyirsə Allahın varlığını sübut eləsin, gərək uzağa getməyə. Hələ öz vücudumuz. Biz baxsaq görərik ki, qolumuz ayağımızdan, ayağımız gözümüzdən, gözümüz qaşımızdan, qaşımız saçımızdan, saçımız dişimizdən, dişimiz dodağımızdan, dodağımız qulağımızdan, qulağımız burnumuzdan, burnumuz başımızdan, başımız gövdəmizdən sanki fərqli şəkildə xəlq olunub. Bu da onu göstərir ki, sanki bir nizamlı şəkildə bunlar fərqli şəkildə xəlq olunub, sonra gəlib vahid vücud halında nizamlı şəkildə birləşdiriliblər. Ağıl da bunu deyir ki, əgər nizam-intizam var, deməli nizamlayan bir qüvvə var. Elə bil ki, bir yerə gedmirsən, görürsən hər şey dağınıq vəziyyətdədir. Sıraca ağlıma nə gəlir? Yəqin bu evdə yaşayan olmayıb. Düzdür? Bunlar ki, iddia edirlər, bu nizam-intizam partlayışdan əmələ gəlib. Yaxşı, onda necə olur ki, günəş həmişə öz oxu ətrafında fırlanır? Necə olur ki, su həmişə üzü aşağı axır? Necə olur ki, gündüz, gecə nizamlı şəkildədir. Necə olur, yaradılan hər bir şey bir-biri ilə nizamlı şəkildə əlaqəlidir. Elə bir nəfər qonaq çağıra səni, gedəsən evə, görəsən hər şey səliqəlidir, qayıdıb deyəsən ki, maşallah, nə əziyyət çəkmisən, çox özbə əziyyətə vermisən. Ev yəsi də qayıda sənə deyə ki, əşi, nə əziyyəti, qapını açıq qoydum, külək girdi, hər şey nizamladı, pəncərədən çıxdı. Nə deyərsən buna? Deyərsən özünü dəli yerinə qoydu. Əgər partlayışdan nizam-intizam yaransaydı, necə olar? Onda bir nəfər götürsün, qumbaranı açsın bir yerə, parkın ortasına məsələn, orada gül-çiçək yaranacaq, ya dağıntı yaranacaq. Bunların növbəti sualı da bundan ibarətdir ki, deyir, əgər Allahın qüdrəti sonsuzdursa, eləyə bilər ki, bir dənə daş yaratsın, özünün də qüdrəti çatmasın. Bir dənə suala diqqət eləyək. Deyir ki, əgər Allahın qüdrəti sonsuzdusa, eləyə bilər bir dənə daş yaratsın, özünün də qüdrəti çatmasın. Sən əgər desin ki, bəli, yarada bilər, deyəcək, onda o necə Allahdır, bir dənə daşa qüdrəti çatmır. Desin, yox, yarada bilməz, deyəcək, o necə Allahdır ki, bir dənə daş yarada bilmir. Və yaxud da növbəti sual, deyirlər ki, Allah eləyə bilər ki, yumurtanı böyüdmədən, dünyanı kiçilmədən, dünyanı yumurtanın içinə salsın. Baxın, suallara diqqət eləyək. Bu suallar özü nədir? Ədəmdir, yəni yoxluqdur, heçlikdir. Nə ki, yaradılıb, o yaradılan şeylərə şey deyərlər, nə ərəblər? Yaradılan şeylərin xaliqi var, o nə ki, yaradıb, yaratdığı şeylərin potensialını bilir. O xəlq olunan varlıqların potensialı yoxdur, gələ o səviyyə çatıb. Bunu ancaq bu cürü izah edə bilərəm ki, elə birinin əyağı olmaya, sən ondan qaçmaq istəyəsən. Axı, onun qaçmaq potensialı yoxdur. O səviyyə çatmaq potensialı yoxdur. Allahın qüdrəti əlbəttə ki, sonsuzdur. Növbəti məsələ, onu deyirlər ki, əgər Allah ədalətlidirsə, necə olur ki, bir insanın, məsələn, mən çox üzr istəyirəm, 15 dəqiqəlik, 20 dəqiqəlik günahına görə 1000 il yandırır. Məsələn, bir nəfər fərz eləyək ki, zina eləyib. Zinanın müddəti çəkib, mən çox üzr istəyirəm, çəkin məsələn 1 saat, patolog maksimum çəksin 2 saat. Niyə 2 saata görə 2000 il, 3000 il, nə bilim 5000 il, 10000 il yandırır adamı. Yaxşı, biz ki, bayaq dedik, hər şey bir-biri ilə nizamlı şəkildə xəlq olunub, yaradılan hər bir varlığın, hər bir zərrənin bir-biri ilə zəncirvari əlaqəsi var. Sanki bu dünyanın nizamını, kainatın nizamını pozursan, sən və səndən başqa digər insanlar da əziyyət çəkir. Sən nə bilirsən həmin günaha görə digər insanlar nə qədər əziyyət çəkdi, nə vaxta qədər əziyyət çəkdi. O Hiroşima ilə Nagasaki bir atom bombası atılır. O bombanı atmaq təyyarədən maksimum nə qədər çəkər? Düyməni basmaq. Maksimum çəkər 15 saniyə, o düyməyə basmaq 20 saniyə. Lap olsun 1 dəqiqə.
O bir dəqiqəyə görə neçə yüz il insanlar əziyyət çəkdi, neçə min nəfər öldü. İndi dursun 15 saniyə ona cəza verilsin ki, bir dənə düyməni basıb. Onların növbəti sualı və iradı da ondan ibarətdir ki, deyir, niyə dua zamanı Allahdan qeyrisini səsləyirsiniz və niyə uzaqlara, pirlərə gedirsiniz? Bunlar əvvəla təvəssül məsələsini başa düşməyiblər və yaxud da başa düşüblərsə də, bunlar məlum məsələdir ki, sifariş yerinə yetirirlər və insanları azdırmalıdırlar, buna görə pul alırlar. Xülasə, gəlin bu iradlara cavab verək. Əvvəla ocaq pir deyəndə Quranda Allah buyurur ki, məqam-ı İbrahimdə namaz qılın, hacılara buyurur. Məqam-ı İbrahim nədir? Ocaqdır, pirdir. Deməli, məxsusi yerlər var ki, Allahla rabitədə daha yaxşıdır. Allah özü buyurur ki, gedin orada mənlə rabitəyə girin, daha tez rabitə qura biləsiniz. Məxsusi bəndələri var ki, deyir, onları vasitə qərar verin ki, daha tez hacətinizi ala biləsiniz. Allah məgər mələklərə demir, Adəmə səcdə edin. Məgər Yaquba demir ki, köynəyi gözünə sür. Köynək şəfa verirdi Yaqubun gözünə, ya Allah şəfa verirdi. Dənizi ikiyə bölən Musanın əsası idi, ya Allah idi. Təbii ki, Allah idi. Elə bil bu bilirsiniz nəyə bənzəyir? Bir nəfər xəstə ola, Allah deyir ki, ay bəndə, sənin şəfağı mən xəstəxanaya getməkdə qərar vermişəm. Get ki, ora mən sənə şəfa verim. Yəni, get həkimin vasitəsilə mən sənə şəfa verəcəyəm. Bu gedməyə qayda deyək ki, Allah, mən şəfa ver. Xəstəsən, həkimə getməyəcəksən, Allah da sənə şəfa verməyəcəkdir. Çünki bir düstur qoyub, qanun qoyub, səbəb nəticə qoyub da. Bunlar bunu başa düşmürlər. Xülasə. Sağ olun, Allah amanında qalın.